Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə, 417 nəfər köçürülüb. Bugünkü gün həm sevindiricidir, həm kədərli. Sevindirici ki, doğma torpaqlarımıza qaydırıq, ana torpaqlarımıza qaydırıq. Kədəri də odur ki, 32 il, sənin kimi cavan oğlan çıxdıq, indi qoca qaydırıq geri. İndi elə adamlar var ki, düzdür. Məsələn, mən 4 nəfər çıxmışdım, indi 1 nəfər qayıdıram geri. Elə adamlar var ki, 4 nəfər çıxıb 8 nəfər qayıdır geri. Bu günlərin mən bütün qohum, əqrəbəm, bütün Ağdamlar hamısı qayıdır Ağdama. Bizim sevincimizin həddi-hududu yoxdur. Bugünkü gündə biz elə bir həyat yaşayırıq ki, biz necə başa salaq. Bu hissləri heç sənə ölçmək olmaz. Bu günlər ən xoşbəxt günlərimiz odur ki, bizim əmmim oğlu, bibim oğlu, xalam oğlu, biz özümüz hamımız Ağdama qayıdırıq. Günə gün olsun, bütün Ağdamlara qismət olsun, bütün Ağdamlar hamısı öz torpağına qayıtsın. Fərqi yoxdur Ağdam, Şuşa, Laçın, Qarabağlar hamısı öz evinə, öz obasına qayıtsın. Qarabağ işğal olunanda özdə oranı mən də tərk elədim, ailəmlə bərabər gəldik Bakıda. Dərnəgül qəsəbəsində Nəsrəddin Tusi adına yataqxanada məskunlaşdıq. O vaxtlar da çətin vaxtlar idi. Məskunlaşandan sonra da dövlətimizin sayəsində yaxşı yaşadıq, Allaha şükür. Bu günlərə çatdıq, gəldik. Bizim də çox arzularımız var idi ki, Qarabağımız qaçsın. Tezliklə biz də öz yerimizə, yurdumuza, vətənimizə qaydaq. Prezidentimizə də çox təşəkkür edirik. Onun sayəsində Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xalqımızın, prezidentimizin sayəsində biz də inşallah arzumuza çatdıq. Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.